Salam dostlar. Bugün sizə həm çox gözəl, həm də çox faydalı bir açılım nümunəsi göstərəcəm. Xüsusilə yeni başlayanlar üçün bu açılım həqiqətən çox yararlıdır. Bu açılımın adı eş açılımıdır və yalnız böyük arkana kartları ilə edilir. Yəni, dəstənizdən kiçik arkanaları çıxarıb, sadəcə böyük arkanaları saxlamalısınız. Və burada sizə 2 nəfər lazımdır, yəni bir münasibət olmalıdır. Bu münasibət sevgi, evlilik, ailə, dostluq, fərqi yoxdur, əsas 2 tərəf olsun. İndi 6 kart seçirik. Burada A sütunu sizi, B sütunu isə qarşı tərəfi təmsil edir. Sonra baxırıq, birinci kartlarda səni belə görürəm deyə bilərik. Yəni A tərəfi B-yi bu cür görür. İkinci kartlarda isə özümü belə görürəm. Yəni A özünü necə görür, B özünü necə görür, bunu göstərir. Üçüncü kartda isə münasibətimizi belə görürəm deyirik. Yəni hər iki tərəfin münasibətə baxışı göstərilir. Sadə, amma çox maraqlı bir açılımdır. Mütləq sınayın, əminəm ki, xoşunuza gələcək.